أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أسعد الله أيامنا وأيامكم inşallah. Həzrəti İmam Ali ibn Musa Rıza Aleyhisselamın bərəkətli və saadətli viladəti münasibəti ilə Həzrəti Bəqiyyətillah İmam-ı Zaman Əccalallah Teala Fərəcəhu Şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə təbrik ərz edirəm. İmam Rıza Aleyhisselam dövründə azğın əqidələrlə, azğın düşüncələrlə mübarizə aparıbdı. Məmunun dövründə fəza açıq idi. Müxtəlif dəstələr tərəfindən İslam camiyyəsinə müxtəlif əqidələr, müxtəlif düşüncələr, məzhəblər, cərəyanlar yol tapdı. Bu çox təhlükəlidir. Müsəlmanlar, hamı da savadlı olmur ki. Müsəlmanlara, insanlara müxtəlif əqidələr, məzhəblər, düşüncələr təqdim olunur. Nə üçün millət bu günümüzdə bu günə qaldı? Bir çoxları gedib Vəhabi olub, Sələfi olubdu, Nurçu olanlar oldu, başqa yollara, istiqamətlərə, azğın əqidələrə tərəf getdilər. Nə üçün? Çünki fəzanı açdılar, müxtəlif cərəyanlar, əqidələr ölkəyə ayaq açdı və insanlara, cəmiyyətə təqdim olundu. Hansı cəmiyyətə? O cəmiyyətə ki, çoxları savadlı deyil, dini əqidələri ilə çoxları tanış deyirlər və bunlar da şərait yarandı, təbliğat apardılar və əksi kimlərdir? İmam Rıza Aleyhisselamın missiyasını yerinə yetirənlər, Həzrətin yolun gedən həqiqi şiyələr, ruhanilər ki, qalxıb mübarizə aparmalı idi. Onlar məhkum olundu, zindanlara salındı, başqalarına meydan verdilər, onlar da mübarizə aparmadılar demək olar ki. Çıxdılar ancaq əxlaqi söhbətlər, minbərlər, zikirlərdən, namazlardan bu cür danışdılar. Gərək bu əqidələr ki, fəza açılmış idi və insanlara təqdim olunurdu, Vəhhabiyyət gəldi, Nurçular gəldi, Krishna gəldi və s. ilaxır cürbəcür ateistlər, komünistlər. İnsanlar bunlardan tanış oldular. Bu müsəlman, şiə xalqı qorumaq üçün gərək İmam Rıza Aleyhisselamın bizə öyrətdiyi metodlardan istifadə olunaydı. Eləyənlər oldu, bəli. Dediyim kimi, əsas o insanlar ki, təhlükə idi onlar üçün, onlar aradan götürüldü. Həzrəti İmam Rıza Aleyhisselam ki, Məmunun dövründə bu cür açıq fəza yarandı. Həzrət İmamdır, İmamın vəzifəsi dini qorumaqdır. Bu azğın əqidələrlə, məzhəblərlə mübarizə aparmaqdır və həqiqi İslamı qoruyub saxlamaqdır. Həzrət 4 məsələni icra etdi. Əsasən 4 yolla, 4 metodla mübarizə apardı. Birincisi, dini şübhələrə cavablandırdı. Biri budur. Özü böyük bir mövzudur. Həmişə olubdur. Şübhə yaradıblar, suallar verirlər. Gərək bunlar cavabsız qalmasın. İkincisi, məktubların vasitəsilə mübarizə apardı. Həzrət məktublar yazırdı müxtəlif şəhərlərə, diyarlara. Mübarizə aparırdı bu azğın əqidələrlə. Üçüncüsü, şagirdlər yetişdirdi. Bütün imamlarımızın şagirdləri olub az-çox. Həzrət şagirdlər yetişdirməklə bu azğın əqidələrlə, məktəblərlə, təfəkkürlərlə mübarizə apardı. Və dördüncüsü ki, xütbədə ondan danışacağıq, münazirələrlə. Münazirə nə deməkdir ümumiyyətlə? Münazirə budur ki, məsələn, fərzən 2 əqidə var. Hər əqidədən belə deyək, bir neçə nəfər ya azından bir nəfər adam təmsil etdiyi əqidə haqqında, onun həqqaniyyəti haqqında çıxış eləyir və bunlar mübahisə eləyirlər. Hər tərəf öz əqidəsini düz bilir,
öz düzlüyün, haqqaniyyətin isbat eləmək üçün arqumentlər gətirir, dəlillər gətirir. Müsəlman məzhəblərində adətən budur ki, əsas Qur'andan, hədisdən, tarixi nümunələrdən, Peyğəmbərin sünnəsindən istifadə olunur münazirələrdə. Burada gərək mən bəzi məsələləri işarə edeyim. O bundan ibarətdir ki, hər kəsin haqqı yoxdur münazirə eləsin. Hər kəsin haqqı yoxdur ki, indi şiəçilikdən biz danışırıq, şiənin aburuna aparsın. Münazirə o insan eləməlidir ki, münazirəni bilməlidir, fənn münazirəni bilməlidir, onun dərslərini oxumalıdır, özü savadlı olmalıdır. Hətta bəzi ruhanilər belə gələr münazirə eləməyə. Ruhanidir, çox gözəl, Allah can sağlığı versin, xətibdir, çox gözəl. Amma münazirənin elmi var, savadı var, metodları var, fənn münazirə var. İnsanlar illər ömrün qoyub bu yolda işləyir, bunun metodlarını öyrənir. Qarşı tərəfi əvvəl tanımalısan, sən qarşı tərəfin qaynaqların, kitabların, əqidələrin, xırdalıqlarına qədər bilməlisən. Sən özü tanımaq sənə kifayət eləmir. Çox təəssüflər olsun. Müşahidə olunur. Görürsən bir insan da çıxıbdı internetdə, sosial şəbəkədə. Güya bu münazirə eləyir. Güya şiəni müdafiə eləyir. Amma baxırsan görürsən ki, hələ özündə problemləri var. Münazirənin metodlarının fənnini bilmir. Niyyəti xeyirdir. Amma belə insanlar xeyirdən çox zərər də vururlar. Məxsusən indiki dövrdə programı efirlər yazılır, paylaşılır, sonra insanın öz əleyhinə istifadə olunur. Tarixən bizim böyük alimlərimiz, Allah rəhmət eləsin, Sultanul Vaizinə, Allah rəhmət eləsin Şərəfüddin Amiliyə, Allah rəhmət eləsin Əllamə-i Hillilərə və s. Onlara Allah rəhmət eləsin deyirik. İndiki böyük alimlərimiz, ustadlarımız ki var, Əhl-i Beytin haqqından, Şiə məzhəbinin haqqaniyyətindən müdafiə edirlər, onların da əllərini öpürük. Həqiqətən, onlar böyük işlər görürlər. Onların qarşısında təzim edirik. İndiki dövrdə, şübhələrin yayıldığı bir dövrdə, məzhəblərin, cərəyanların yayıldığı bazat dövrdə onlar dayanmadan şübhələrə cavab verirlər, işləyirlər bu barədə, münazirələr eləyirlər, sosial şəbəkələrdə şiəni qoruyurlar, şiənin haqqaniyyətindən müdafiə eləyirlər. Həzrətin bir metodu münazirədir. Çox təəssüf olsun ki, bütün münazirələr əlimizə gəlib çatmayıbdır. Amma Həzrətin o məşhur münazirələr hətta filmində də belə çəkilibdir, qalıbdır tarixi kitablarda, var. İkinci xütbədə mən nəyə işarə etmək istəyirəm Allahın izni ilə? O bundan ibarətdir ki, biz müşahidə edirik, görürük ki, Məmun özü bu münazirə məclislərin təşkil edirdi, özü. Burada sual yaranır. Nə üçün Məmun özü bu məclisləri, münazirələri təşkil edirdi? Dövrün ən böyük alimlərin, istər müsəlman alimlər, istər qeyri-müsəlman alimlər, Yəhudi alimləri, Xristiyan, Məsihi alimlər, hətta Allahı qəbul etməyənlər belə, xülasə başqa-başqa məzhəblərin, əqidələrin, alimlərin belə yığırdı, gətirirdi. Hətta bir gün təyin eləmişdi, Tərviyə günü, yəni Zilhəccə ayının 8-i, önəmli bir gündür da, Ərəfə günündən bir gün qabaq. Hamı gəlsin, izdihamlı, belə təntənəli məclislər qururdu, böyük-böyük şəxsiyyətləri dəvət edirdi ki, İmam Rıza əleyhissalamla münazirə eləsinlər. Zahirdə belə göstərirdi ki, istəyirəm İmam Rıza əleyhissalamın elmi məqamın, uca məqamın isbat eləyəm. Görsünlər ki, mənim əmim oğlu Əbəl Həsən, Əli ibn Musa Rıza əleyhissalamın nə qədər elmi var, nə qədər savadı var. Amma gizlində çirkin istəkləri var idi, çirkin hədəfləri var idi. Burada bir məsələ var. Deyir ki, siyasətçilər ifadəsi ola bilsin, daha dəqiq olmaya, zalim hakimlərə bütün işlərində gərək bədbin olasan, bədgüman olasan. Bu qanun bu cürdür. Əsldir də bu, qanundur. Bir tağut, zalim hakim, cəbbar, hər hansı bir iş görürsə, gərək şübhə ilə bədbin olasan, onun səbəblərin hansı çirkin istəkləri var, onu axtarasan.
Nəinki dərhal görürsən nə yaxşıdır. Cəmaət bunu pisləyirsən, Allah gözü həccə getdi. Getdi, təlaf elədi. Nə bilim, gördünüz nə qədər filan işi gördü, məscid tikdirdi, nə bilim, nə elədi, bunlar avam insanların işidir. Bəziləri məscidlə birindən alladarlar, bəziləri həccdən birindən alladarlar. Görürsən, hər il siz nə qədər insanları həccə göndərir ki, cəmaatı orada nəzarət eləsinlər. Hər karvanın içində öz adamları var ki, onlar bəli, kim hara getdi, nə elədi, qaydandan sonra yazıb, olur belə şeylə, nəzarətçilər var. Yəni, aldanmayasan gərək. Bunların çirkin siyasətini axtarıb tapasan, bədbin olasan, qanun bunlar üçün budur. Yəni, əsl qanun budur. Bizə deyirlər ki, bir-birinizə qarşı xoşniyyət oluruz. Elədir, amma zalim hakimlərə qarşı deyil, yox. Zalim hakimlərə qarşı gərək bədbin olasan ki, bunların fikri nədir görəsən? Zahirdə bəli, yaxşı din, məscid, münazirə, imam, ziyarət, kitab, məclis, amma görəsən istəyi nədir? Bu xütbədə Məmunun bu məclislərdən, bu münazirə məclislərindən hədəflərini istəyirəm açıqlayam. Qısa olaraq. Birinci hədəfi bu idi ki, Məmun belə güman edirdi ki, İmam Rıza fəqət Qur'anı və hədisləri bilir. Diqqət edin. İmamdır, bəli, Peyğəmbər balasıdır. Ancaq Qur'anı yaxşı bilir və hədisləri yaxşı bilər. Elmi məsələləri, istidlali, argumentanlı məsələləri, elmləri, məsələn, kəlam elmin, fəlsəfə məsələlərin, fəlsəfi istidlalları bilmir. Gümanı bu idi. Bu fikirlə istəyirdi ki, imamın uca məqamın, imamı sevənlərin gözündə alçatsın. Həzrəti imamın sevənləri var idi, aşiqləri, Əhl-i Beytin aşiqləri. Həzrət gəlsin, münazirə eləsin, məğlub olsun, başqa elmlərdə və onun sevənlərin gözündən düşsün. Birinci hədəfi bu idi, ən sadə dillə. Həzrəti sevənlər, minlərlə insanlar var idi. Toplaşırlar bu münazirə məclislərinə. Məmun da elə bilirdi ki, Həzrət Qur'anı bilir və hədisləri bilir. Başqa elmlərdən xəbəri yoxdur və yaxşı bir vəziyyətdir, fürsətdir yaradım. Başqa məsələn, elmi kəlamda, fəlsəfi məsələlərdə, istidlal olunan elmlərdə alimləri çağırım, zamanənin böyük alimləri, Həzrəti məğlub eləsin və onu sevənlər, aşiqlər də görsünlər. Görsünlər ki, onların imamı, sevdiyi insan bacarmadı. Buna nümunə var, bəli. Tarixi nümunə var. Məmun Süleyman Muruzini çağırır ki, o dövrdə ən məşhur kəlam elmi idi. Böyük alimlərdən biri idi. Deyir ki, əmim oğlu Əli ibn Musa Rıza gəlib. Diqqət edin məsələyə. Bu Süleyman da elə bilir ki, həqiqətən də Məmun İmam Rızanı istəyir. Deyir, əmim oğlu gəlib. Səni dəvət edirəm ki, o da savadlıdır, sən də savadlı. Gəl ondan münazirə elə. Süleyman da böyük alimdir. Həzrətin elmi məqamından xəbəri yoxdur. Dedi ki, məni üzürlü bil, sən cəmaatı yığarsan, böyük məclis keçirdərsən, mən istəmirəm bizim dildə desək, sənin əmin oğluğu xar eləyim, nəuzubillah, incidim, sıxım, cəmaatın gözündə rüsvay olmasın, bu düşüncə ilə. Dedi, mən də onu istəyirəm elə. Dedi, hə, mən buna görə narahat idim, o da çağır. Öz-özlüyündə o dövrdə, onun belə deyə, indiki dildə desək, qatına girən bir alim yox idi. Elmi kəlamda, istidlalları və s. Elə bilirdi ki, bəli də, rahat məğlub eləyəcəm. Və münazirələri siz müşahidə eləmişsiniz, Həzrət hamın məğlub etdi. Birinci hədəfi nə idi Məmun? Münazirələri danışmaq istəmirəm mən, hədəfi istəyirəm. Məmun hədəfi bu idi ki, o elə bilirdi ki, fəqət İmam Rıza fəqət Qur'anı və hədisləri bilir, başqa elmlərdən xəbəri yoxdur. Başqa alimlər gəlib Həzrəti məğlub edəcək və Həzrət sevənlərin gözündən düşəcək. İkinci məsələ budur. İkinci məsələ budur ki, Məmun istəyirdi, imamın uca məqamın təkcə elmi sahədə isbat eləsin. Diqqət edin. Və bu yolla Həzrəti siyasi proseslərdən uzaqlaşdırsın. Çox təhlükəli bir məsələdir ya. İndi də ondan istifadə olunur. Bəli, İmam Rıza alimdir.
İslam ümmətinin pənahgahıdır elmi məsələlərdə. Görürsüz, İmam Rizani, mənim əmim oğlum, Yahudiləri, Məsihiləri, başqa alimləri hamısını məğlub edir. Alimdir, bizə lazımdır. Elə bir vəziyyət yaradırdı ki, bəli, elmdə İmam Riza. Amma bu yolla istəyirdi Həzrəti siyasi proseslərdən kənarda saxlasın və praktik olaraq, əməli şəkildə sekularizmi, dinin siyasətdən ayrı olmasını icra edirdi. Bəli, İmam Rıza, bəli, qurban olaram ona, böyük alimimizdir. Bu cür, geçsin elmi ilə məşğul olsun. İndi də o cür istifadə olunur, ha? İndikilər də. Məmun gedib, məmunun metodlarından da siyasətdə istifadə olunur. Ruhanisən, bəli, savadlısan, bəli. Ged, otur məsciddə, namazı qıl, xütbü elə, dindən danış, şəriətdən danış, bəli, da siyasi məsələlərlə sənin nə işin var? Din siyasətdən ayrıdır. Özləri də inanmırlar, yalan deyirlər. Özləri də yeri gələndə gəlirlər, məsələn, seçkilər vaxtında deyirlər ki, bəli, həmin axundlara ki, deyirdilər siyasətdən danışma, öz axundları qoyurlar, öz mollaları, həmin o ruhanilərə ki, balam, sənin siyasətdən nə işin var? Get dini təbliğ elə. Həmin o alimə, ruhaniyə seçki vaxtı gəlib deyirlər ki, filaniyə səs verməyə çağır. Həmin alim də qorxusundan lal olur, deyə bilmir ki, bəs deyirdiniz axı, siyasət dindən ayrıdır. İndi məndən nə istəyirsiniz? Mən də siyasətə qarışmır. Day bunu deyə bilməz. Çünki artıq nökər olubdur. Niyə üçün bunu ərz edir? Çünki özləri də buna inanmırlar. Özləri də öz yalanlarına inanmırlar. Bu siyasətdir ki, insanları kontrol eləmək üçün dini təbəqəni deyirlər ki, bəli, siyasətlə işiniz olmasın. Məmun da bu cür istəyirdi olsun. Üçüncü məsələ bundan ibarətdir ki, tarixən siyasətçilər, zalim hakimlər, tağutlar istəyirlər, hələ bu gün də o cürdür, cürbəcür vasitələrlə millətin başın qaçsınlar. Əsas məsələlərdən onların xəbəri olmasın. Bu düzdür, adətən əyləncəvi məclislərlə, şərab evləri ilə, telekanallardan müğənnilərlə, musiqilərlə, mütrib məclislərlə, deyib gülməklə, yəni bu cür əyləncələrlə, zinanı asanlaşdırmaqla, fisq-fuzur məclislərin asanlaşdırmaqla, bax, gördüyümüz bu mühit ki, yaranıb, adətən bu cür yollarla, musiqi, əyləncə, bu cür milləti qatarlar. Amma fəqət bu cür deyir. Belə yolları da var. Məmun, o yolda məmun gəlib, üzr istəyirəm, hərəmxana yaradıb, mütrib məclis quran deyirdi ki, özünü o cür tanıtdırmamışdı ki. Tarixən olubdur ki, siyasətçilər cəmaatın, məxsusən bəzi təbəqənin başını qatmaq üçün bəzi yollardan istifadə edirlər. Həmişə əyləncə deyir. Görür vəziyyət çətinləşib, hətta deyir, başqa bir dənə bir faciəli bir hadisə yaradırlar şəhərdə, ölkədə. Düzdür? Məsələn, görürlər ki, artıq millət ayılır, yavaş-yavaş ayılır. Görürsən ki, məsələn deyirəm də, misal gətirirəm. Hansısa bir şəhərdə bir böyük bir yanğın oldu. Millət diqqəti cəlb oldu o tərəfə. Görürsən ki, məsələn, millət yenə qalxır yavaş-yavaş, hansısa bir müharibə yaradırlar. Vətən, vətən, bu cür şüarlarla görürsən ki, cəmiyyətin gedir o tərəfə. Xülasə cürbəcür vasitələrlə hadisət olar, rəhmi gəlmir millətə. Orada məsələn partlayış yaratsın, yanğın yaratsın, 100 adam ölsün oradan. Buna rəhm eləmirlər. Əsas onların hakimiyyətidir. Məmun öz hakimiyyəti üçün öz qardaşı Əmini öldürüb İmam Rızıya rəhm eləyər. İndi Məmun nə istəyirdi? Məmun istəyirdi bu münazirə məclislərin təşkil etməklə ki, bu məclislərdə İmam Rıza əleyhissalam qalib olurdu, insanlar sevinirdilər və bu dildən dilə gəzirdi, yayılırdı şəhərdə. İnsanların başı qarışırdı bu məsələlərə. Məxsusən o ayıq insanlar, vilayətçi insanlar, zülmə qarşı çıxan insanları bu yolla başlarını qatırdı. Başqalarının başqa cür yolla başını qatırdı. O zülmə etiraz edən insanlar, biraz ayıq insanlar kimin yanında olurdular? İmam Rızanın. Və Həzrətin də qələbələri nə edirdi? Bunların başını qatırdı. Və Məmun da siyasəti ilə məşğul idi. Hökumətinin zəif nöqtələrini gücləndirirdi. Gələli bu cür cünabların başı qarışsın İmam Rıza ilə, onun münazirələri ilə mən işimi görüb. Sonuncusu budur ki, Məmun özü savadsız adam deyildi.
Savadlı adam idi. Bu münazirələri təşkil etməklə ki, özü də hətta iştirak eləyirdi. Bəzən özü də hətta müdaxilə qatılırdı bəzi məsələlərdə. Özü də savadlı idi. İstəyirdi zamanədə savadlı bir rəhbər kimi tanınsın. Başqaları bu cür tanınmırdı. Başqaları zülmü ilə, başqa hərəkətləri ilə, bəziləri öz fasiqlikləri ilə, döyüşləri ilə və s. bu sadəyirdi. Hətta həqiqətən də bunu bacarıbdı. Məmun tarixin savadlı xəlifələrindən biri kimi tanınıbdı tarixdə. Və istəyirdi bunu eləsin. Ki, münazirələri təşkil edirdi, iştirak edirdi və özün zamanəsinin ən savadlı xəlifəsi, rəhbəri kimi tanıtdırırdı. İndi 4 məsələyə biz işarə elədik. Xülasə budur ki, istənilən halda Məmunun bu münazirələri təşkil etməyindən siyasi hədəfləri var idi, istəkləri var idi. Bunda şübhə yoxdur, bu bir. İkinci budur ki, siyasi məsələlər, proseslər adətən bir istək üzərində qurulmur. Bir güllə ilə neçə hədəfi nişan alırlar, belə deyək. Siyasətdə bir məsələ ki, icra olunur. Bunlar bir məsələ, bir hərəkət ki eləyirlər, ondan neçə məsələlər əldə eləyirlər. Və 4 məsələ etdi, o demək deyil ki, ya bu eydi, ya budur, ya odur. Yox, ola bilsin ki, Məmun bu məsələlərin 4-ündən də özü üçün istifadə edir ki, bir siyasətçi kimi. Bu ki, 9 mayda yaşayırıq bugün. 9 may çox önəmli bir gündür. Faşistlərə qarşı qələbə. Artıq bütün dünya bu məsələdən xəbərdardır, bu haqda danışmağa dəyməz. Amma bəzi məsələlər yerə vurğulanır. Bu dünya müharibələrin yaradanlar kimlər olubdur? Bunların özləri. İndi özlərin centermen adlandırırlar, bəşər hüquqlarından danışırlar. Bəzilər də var, Almaniya bilirsiniz nədir? Almaniya bilirsiniz nədir? Avropa bilirsiniz nədir? Özləri belə etiraf edirlər və etiraf etməsələr də bunu tarix yazıb və bizlər də bilirik ki, bəşərin başına, belə deyər, hansı faciələr gəlirsə, ən böyükləri bunlar tərəfindən yaranıbdır. 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi və hətta şərq aləmində, müsəlman ölkələrdə baş verən müharibələrdə, fitnələrdə bunların birbaşa rolu var. Bax, indi Pakistanla Hindistan arasında İsrailin puaları, pilotları vurulur. Yəni, gözünüzün önündə baş verir bu hadisələr. Və bütün dünya bunu bilir ki, siz sözdə millətləri, dünyanı aldada bilməzsiniz. Elə bu milyonların, belə deyək, həlak olmasına səbəb olan müharibələri yaradanlar sizlərsiniz. Atom bombasına istifadə edənlər sizlərsiniz. Qırğınlar, müharibələr, faciələr yaradanlar sizlərsiniz. Müsəlmanlar deyirlər. Bu bir. İkinci məsələ budur ki, necə ki, xalqlar yığışdı bir yerə, ölkələr yığışdılar, faşist rejimin məğlub etdilər nəhayətdə sonda və qələbə olunur, illərdir bu xatirələrdə qələbə kimi qalıbdır. Bugün nə gözləyirik xalqlardan? Bugün bunu gözləyirik ki, yenə də bu xalqlar yığışsınlar, Hitlerin üzün ağ eləyən, faşist rejiminə belə deyər, rəhmət gətirən, bu sehyonist rejimində məhv eləsinlər. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Allahın verilən izzət kərəminə zalimləri məhv nabud eyləsin.